Salam değerli izleyiciler, hər vaxtınız xeyirli və bərəkətli olsun. Bugün yenə Qarabağın özünə məxsus tarixi və təbiəti bir arada yaşadan məkanlardan birindəyik. Laçın-Şuşa yolu ilə hərəkət edərək artıq Şuşanın Tursu qəsəbəsinə daxil oluruq. Bu səfərdə təkcə yol boyu gördüyümüz mənzərələr deyil, Tursunun tarixini, keçmişini, bu ərazinin necə formalaşdığını və bugün hansı dəyişikliklərin baş verdiyini birlikdə izləyəcəyik. Ona görə videonu sona dək izləyin. Çünki Tursunun keçmişi də, bugünkü mənzərəsi də kifayət qədər maraqlı tarixə malikdir. Əgər Qarabağın kənd və qəsəbələrini, onların tarixini və bugününü bizimlə birlikdə izləmək istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və videonu yaxınlarınızla paylaşmağı unutmayın. İndi isə gəlin maraqlı məkanla yaxından tanış olaq. Qarşımızda ilk diqqət çəkən mənzərə isə kəndin dağlıq relyefi, sıx yaşıllıqları və bu ərazinin özünə məxsus təbiətidir. Tursu, Şuşa rayonunun ən tanınan yaşayış məntəqələrindən biridir. Kəndin yerləşdiyi ərazi həm təbii gözəlliyi, həm tarixi və coğrafi mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada dağ havası, meşəliklər və su mənbələri bir-birini tamamlayır. Kəndə daxil olduqca yolun hər iki tərəfindəki mənzərə bizə Tursunun niyə illərdir Qarabağın səfalı məkanlardan biri kimi tanındığını göstərir. Burada təbiət fon olmaqdan əlavə kənd həyatının ayrılmaz hissəsidir. Tursu qəsəbəsinə bir qədər yaxından nəzər salaq, bu yaşayış məntəqəsi Zarıslı çayının dərəsində Şuşanın dağlıq və olduqca səfalı ərazilərindən birində yerləşir. Burada həm təbiətin gözəlliyi, həm də qəsəbənin keçmişi bir-biri ilə sıx bağlıdır. Tursunun bugünkü adı da ərazidəki mineral su bulaqları ilə əlaqədardır. Yəni bu ad təsadüfi seçilməyib. Burada mövcud olan mineral sular əsrlər boyu ərazinin əsas xüsusiyyətlərindən biri olub. Amma Tursunun bugünkü yaşayış məntəqəsi kimi formalaşması daha sonraki dövrə təsadüf edir. 20-ci əsrin əvvəllərində Çar Rusiyasının milli ucqarlara köçürmə siyasəti çərçivəsində bu ərazidə Rus kəndləri məskunlaşdırılıb və burada Lısagorsk adlı kənd salınıb. Bu ad Azərbaycan dilindəki Keçəldağ toponiminin Rus dilinə tərcüməsi hesab olunur. Qafqaz təqviminin məlumatlarına görə 1914-cü ildə burada 36 nəfər yaşayırdı və onların əksəriyyəti Ruslardan ibarət idi. Amma ən maraqlı məqamlardan biri də budur ki, bu ərazi daha əvvəl Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri kimi istifadə olunub. Deməli, bugünkü qəsəbənin yerləşdiyi ərazi müxtəlif dövrlərdə fərqli məqsədlərlə istifadə edilib və burada yaşayışın tarixi bir neçə mərhələdən keçib. 1972-ci ilə qədər yaşayış məntəqəsi Lısagorsk safxozu yanında qəsəbə kimi tanınırdı. Daha sonra isə ərazidəki mineral su bulaqları ilə bağlı Tursu adı rəsmiləşdi və bu adla tanınmağa başladı. Tursunun tarixində ən ağır dövrlərdən biri isə Qarabağ müharibəsi illərinə təsadüf edir. Müharibə başladıqdan sonra qəsəbə birbaşa döyüş zonasına çevrilmişdir. Qəsəbəyə bir neçə dəfə hücum edilsə də, həmin hücumların qarşısı alınmışdır. Lakin 1992-ci ilin mayında vəziyyət dəyişdi. Mayın 15-də Azərbaycan ordusunun bölmələrinə qəsəbəni tərk etmək əmri verildi. Bundan sonra Tursu müdafiəsiz qaldı və erməni qüvvələri qəsəbəni döyüşsüz şəkildə işğal etdilər. Beləliklə Tursunun tarixində bir tərəfdə mineral bulaqlar, yaylaq həyatı və yaşayış məntəqəsinin formalaşması, digər tərəfdən isə müharibə və məcburi köçkünlük kimi ağır hadisələr dayanır. Bugün isə biz Laçın-Şuşa yolu ilə Tursuya daxil olarkən həmən tarixin izlərini tam başqa bir mənzərənin fonunda görürük. Dağlar, Zarıslı çay dərəsi, meşələr və mineral su mənbələri bu ərazinin təbii potensialını ortaya qoyur. Tursunun keçmişini bilə-bilə bu yoldan keçmək isə mənzərəyə tamam başqa gözlə baxmağa imkan verir. Çünki burada gördüyümüz müxtəlif tarixi mərhələlərdən keçmiş, yenidən həyatın qayıtmasını gözləyən bir yaşayış məkanıdır. Tursu mineral su mənbələri kəndin və ümumilikdə ərazinin turizm potensialının formalaşmasında mühüm rol oynayıb. Tursu həm də Şuşaya yaxınlığı ilə seçilir. Kənddən Şuşa istiqamətində hərəkət etdikcə Qarabağın dağlıq landşaftı daha möhtəşəm görünüş alır. Digər tərəfdən Laçın istiqamətdən gələn yol Tursunu regionun əsas nəqliyyat istiqamətlərindən biri ilə əlaqələndirir.
Bu baxımdan kəndin mövqeyi gələcəkdə daha da əhəmiyyətli ola bilər. İndi Laçın-Şuşa yolu ilə Tursiyaya daxil olarkən gördüyümüz əsas dəyişikliklərdən biri də ərazinin nəqliyyat baxımından daha əlçatan olmasıdır. Müasir yolların salınması yalnız gediş-gəlişi asanlaşdırmır. Bu yollar kəndlərin gələcək inkişafı, turizm obyektlərinin yaradılması və yerli iqtisadiyyatın canlanması üçün də mühüm baza formalaşdırır. Tursunun ən böyük üstünlüklərindən biri isə təbiətdir. Burada 4 fəslin hər birinin öz gözəlliyi var. Yazda yaşıllıq, yayda dağ havası, payızda rəngarəng meşələr, qışda isə qarla örtülmüş dağ mənzərələri bu ərazini fərqli göstərir. Təsəvvür edin, gələcəkdə Şuşaya səfər edən turistlər şəhərin tarixi məkanları ilə yanaşı, Tursunun təbiəti, mineral suları və dağlıq mənzərələri ilə də tanış ola bilərlər. Əlbəttə, burada əsas məsələ yalnız yeni yollar və tikililər deyil. Əsas məqsəd insanların geri qayıda biləcəyi, yaşaya və işləyə biləcəyi müasir və rahat yaşayış mühiti yaratmaqdır. Tursunun gələcək siması da məhz bu prosesi müəyyən edəcək. Dostlar, bura Tursu kəndidir. Laçın-Şuşa yolunda ən məşhur kəndlərdən biridir. Gözəl təbiəti, dağı, Kirs dağı görükür. Koroğlu dağı var, Sarıbaba var. Duman gəlir, yamyaşıl meşələri. Yaxın zamanlarda inşallah burada bərpa olunar. Planda var idi, bəzi evlərin təməlləri qoyulub. Yol boyu hər yerdə iş gedir. Dağlardan beton novlar düzülür. Çox güman ki, yağış suların hövzələrdə yığılması üçün nəzərdə tutulur. Yəni içməli su problemi demək olar ki, Azərbaycan üçün bu dağlarda təmin olunur. Çox möhtəşəm görüntülər, Tursunun əzəməti, valihedici mənzərələr. Baxın, bilməm, burada görməsə su axır, bulaq suyu, çay suyu. Buradan nə qədər görükür bilmirəm, amma mümkün qədər biraz böyüdüm. Baxın. Dərələrdən yığılan, bulaqlardan gələn sular hamısı içməlidir. Faydalıdır, şəfa sularıdır. Çox gözəl mənzərələrdir. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, ruzi bərəkət, firavan ömür. Şəhidlərimizin ruhu şad olsun. Bugün onların əziyyətinin səmərəsini görürük. Düşmən rəzil oldu, dövlətimizin dayaqları möhkəmləndi. Çox gözəldir buralar. Laçın-Şuşa yolu ilə hərəkətimiz zamanı yolun sol tərəfində çox maraqlı bir məkana rast gəldik. Şuşadan cəmi 5 kilometr məsafədə yerləşən bu təbii bulaq adi yol üstü su mənbəyi deyil, özünə məxsus tarixə malik olan saxsı bulağıdır. Bulağın adı da çox maraqlı tarixdən gəlir. 19-cu əsrdə burada suyun axıdılması üçün saxsı borulardan istifadə olunurdu. Məhz buna görə yerli əhali bu mənbəni saxsı bulağı adlandırmağa başlayıb.
Bu gün də bulağın adı həmən tarixi ənənəni yaşadır. Amma Saxsı bulağı maraqlı edən yalnız adı deyil. Bu bulaqdan çıxan su öz tərkibinə görə Qarabağda və ümumilikdə Azərbaycanda seçilən su mənbələrindən biri hesab olunur. Dağların qoynundan çıxan belə təmiz və mineral tərkibli sular Qarabağın təbii sərvətlərinin nə qədər zəngin olduğunu bir daha göstərir. Vaxtilə bu məkan yol kənarında dayanmaq, dincəlmək və bulağın suyundan içmək üçün insanların üz tutduğu yerlərdən biri olub. Hətta Şuşa işğal olunana qədər bulağın üst tərəfində restoran da fəaliyyət göstərirdi. Yəni bura həm təbii gözəlliyi, həm də yolüstü istirahət məkanı kimi özünə məxsus bir ab-havaya malikdir. Lakin işğal illərində ərazi uzun müddət baxımsız vəziyyətdə qaldı. Vaxtilə insanların gəlib istirahət etdiyi restoran binası da dağıdıldı və burada əvvəlki həyatın izləri demək olar ki, itib. Bu görüntülərə baxarkən insan istər-istəməz düşünür. Bir vaxtlar insanların süfrə arxasında oturub dağ mənzərəsini seyr etdiyi bu məkanda indi yalnız təbiətin səsi eşidilir. Şuşanın işğaldan azad edilməsindən sonra isə belə məkanların yenidən abadlaşdırılması və həyata qaytarılması gündəmə gəlib. Saxsı bulağın yerləşdiyi ərazinin də gələcəkdə abadlaşdırılması nəzərdə tutulur. Təsəvvür edin, gələcəkdə Şuşa-Laçın yolu ilə səfər edən insanlar burada dayanıb bulağın sərin suyundan içəcək, dincələcək və Qarabağın dağ mənzərəsindən zövq alacaqlar. Belə yerlər bizə göstərir ki, Qarabağın bərpası yalnız böyük şəhərlərin və əsas yolların yenilənməsi demək deyil. Yol kənarında belə kiçik, lakin tarix və xatirə daşıyan məkanların yenidən canlandırılması da bu böyük prosesin bir hissəsidir. Saxsı bulaq isə öz adı, suyu və keçmişi ilə Şuşa-Laçın yolunda yadda qalan məkanlardan biri olaraq yenidən öz əvvəlki günlərinə qayıtmağını gözləyir. Bugünlük bu qədər. Bizimlə olan hər kəsə təşəkkür. Yolun davamında görüşənədək sağ olun, özünüzə yaxşı baxın.